komanda yoldaşlarınızdan sizin bu təhlilinizi, sizin bu müşahidələrinizi, mən yumuşaq deyirəm, bəlkə də iddialarınızı bölüşənlər varmı? Həmin dövrdə mən bunları İsa bəylə elə həmin dövrdə bölüşmüşəm. Hakimiyyətdə ikinci şəxs idi. İsa bəy təsir edə bilmirdi proseslərə. Axı İsa bəy təsir edə bilmirdi. Sizə bir faktı da deyim, bəlkə də bunu siz bilməlisiniz ən azı. İsa bəy Müsavat Partiyasının heç qərargah ala bilmirdi. İsa bəy istefa verməklə hədələyəndən sonra o qərargah verilibdi Müsavata. O bölüşürmü sizin bu dediklərinizi? Bölüşməyə bilər, bu mənim qənaətimdir. Mən heç kimdən gözləmirəm bunları məndən bölüşsün. Amma mən borc bilirəm ki, Azərbaycan xalqı bunları İsa bəy bu söhbətdə nə dərəcədə iştirakçı idi? Mən həmin günü, iclas olan günü İsa bəyə bu sözləri demişəm ki, ölkədə dövlət çevrilişi hazırlanır, hakimiyyətin ötürülməsi gedəcəkdir. Bu bəhanə mexanizmidir, qiyamın puskavoy mexanizmidir. Puskavoy mexanizm sözünü işlətmiş. Ondan sonra o dəvət edib Dadaş Rızayevlə təkrar söhbət edib öz kabinetində. Sürhətin bəy, məsələn deyirlər ki, həmin dövrdə siz xüsusi, bayaq qeyd elədiyiniz xüsusi təyinatlı dəstələr yaradılırdı və onun başında Gəncəyə getdi, hətta sonradan iddialar çıxdı ki, hamısı yalan. Siz Gəncəni bombalamaq istəmişsiniz, Suriya Çiçeynova həbs edib sonra azadlığa buraxmısınız. Hamısı yalandı. Mənim ümumiyyətlə xəbərim olmuyor. Nəinki mən orada heç bir vəzifə almamışam. Məndən gizlədilib bu hadisələr. Yəni siz Gəncəyə getməmişdiniz? Gəncəyə getmişəm mən. Gəncəyə getməyimin səbəbi tam başqadır. Nə deyib göndərdilər siz Gəncəyə? Məni heç kim göndərmir. Mən öz təşəbbüsümlə getmişəm. Məni kim göndərə bilərdi Gəncəyə? Prezident? Heç kim göndərmir. Mən prezidentin aprelin sonundan görüşməmişəm. Sürhətin bəy, niyə getmişdiniz Gəncəyə? Mənim səhvim oldu ki, mən düşündüm ki, ayın 4-də orada heç nə baş verməyəcək. Başlayanda da elə başladı. Yadınızdadır, Dadaş Rızayev tapılmırdı. Mənim analizimdə bu səhvə mən yol verdim. Yəni o təcrübəsizlik belədir. Etiraf edeyim ki, həmin sahədə məsələn mən peşəkar əməliyyat işçisi olsaydım və həmin sahədə müəyyən bir təcrübəm olsaydı, mən ümumiyyətlə getməzdim ona. Gəncənin şöbə rəisi durmadan mənim əsəblərimi pozacaq şəkildə durmadan fasiləsiz zəng elədi. Bilmirəm, indi o həqiqətən səmimi eləyirdi bunu. Bu günə qədər mənim üçün aydın olmayan qaranlıq böyük suallardan biri odur. Bu da əməliyyatın bir tərkib hissəsi idi mənim ora aparılmağım və bundan ötürü mənə elə ciddi zəhlər olunurdu. Siz gəlməsəz bura dağılacaq, siz gəlməsəz bura dağılacaq, qan töküləcək. Həmin dövrdə axı orada biz, indi artıq deyə bilərəm bunu, artıq üzərindən nə qədər keçir, 27 il keçir. Biz Rusiyanın oradakı rezidenturasına, hərbi rezidenturasına qarşı əməliyyat işi apardıq. Və o materiallar da toplanırdı Gəncədə. Mən düşündüm ki, orada qarşılıqlıq olsa, birinci oranı ələ keçirəcəklər, ən azı Rus kəşfiyyatı bilməmiş deyil. O materialları əldə eləmək üçün. O işi aparanları tutub dindirəcəklər. Mən dedim, gedərəm, bu da əl çəkmir, siz gəlməsə burada qan töküləcək. Və o ağlayırdı, bilmirəm, mən görmürdüm onun telefonda, o vaxtı görüntülü danışıq yox idi. Gəlin heç olmasa vəziyyəti öz görün, orada düz məlumat vermirlər. Mən də düşündüm ki, gedərəm, həm o materialları götürərəm, həm yerində vəziyyətlə tanış olaram və həmin axşamda dönərəm. Mən həmin axşam dönməliydim. Bəs nə oldu? Və mən getdim orada, dediyim kimi, analizim səhv oldu. Mən getdim orada daha da arxayınləşdim. Daha əlavə məlumatlar əldə elədim ki, burada Gəncə demək olar ki, nəzarətdən gedib, Azərbaycan hakimiyyətinin orada nəzarəti yoxdur. O Rusiyanın və Sürət Hüseynovun və briqadanın nəzarətindədir faktiki. Orada Daxili İşlər Nazirinin də hissəsi kontroldan çıxıbdır. Mən artıq orada öz MT-nin şöbəsinə də heç kimə inanmırdım, güvənmirdim. Mən orada getdim ki, məndən xəbərsiz bura xüsusi təyinatlı dəstə yox. Başqa qurumların dəstələri oradadır. Təsəvvür edirsiniz, mənim onlardan da xəbərim yoxdur. Siz deyirsiniz ki, sizi göndəriblər. Sual verdiniz, o da unutdum deməyə. Həm də ona görə narahat oldum ki, həmin təlimatçıları ki, biz göndərməli idik Türkiyəyə, onlar da gedirdi. Mən onlara görə narahat idim. Onlar getməməli idi ora. O dedi ki, mənə tapşırıq verilib ki, seçkilən, onlar da seçilənlərin içindən. Yəni, xüsusi nisbətən hazırlıqları seçmək lazımdır. O da onları seçib, o adamlar da onların içində. Və orada mənim qohumlarım var idi. Biri əminəvəsi idi, biri amma doğma daim oğlu, bir də doğma bibim oğlu. Siz də öz ətrafınıza qohumlarınızı yığmışsınız. Xüsusi təyinatlı dəstəyə, ölüm üçün bəli. O dəstəyə ki, cəbhə xətti arxasında, bəli, kəşfiyyat təxribat işi yapardı. Bəli, orada mənim qohumlarım olub. Amma hər halda bir yaxın çevrə formalaşdırmaq istəyirdiniz. Xeyr. Yaxın çevrə orada formalaşdırmaq qohumlardan mümkün deyil. Çünki ən azı o göstəricilər, bir dənə qardaşım olub orada, Salahaddin Əkbər, o da cəbhənin nümayəndəsi idi. O da, yəni heç bir, belə deyək də, iqtisadi sahədə, gömrüyə, vergiyə baxan və s. yox, İran xətti.
Bəs Yəni əməliyyat işində və ilk o xüsusi məktəbi bitirən kadrlardan biri də bəli, mənim qardaşımdır, Səlahattin Həkim. siz Gəncəyə gedəndə Surət Hüseynovla görüşdünüzmü orada? Artıq bu görüş oldu, bir dəfə olubdu, şəxsi görüşüm olmuyor. Bir dəfə olubdu, o da Bakıdan komissiyanın nümayəndə heyəti gəlmişdi, o nümayəndə heyəti ilə bir yerdə. Komissiya üzvləri də bilirlər, mən fikrimi elə, indi sizə necə deyirəm, hadisələrə hərbi qiyam demişəm, Gəncədə olurlar. Dadaş Rzayev tapılmayandan sonra mən xüsusi təyinatlı həmin dövrdə axı fövqəladə vəziyyət olmuşdu, şəhərdə göz silahlar yığılmalı idi. Və mən bizim komandiri çağırdım, Atriyadın xüsusi təyinatlı dəstənin komandiri. Dedim, boş durmayın, heç olmasa onlara kömək eləyin. Siz də bu postlar yaradın, bu silahların yığılmasına kömək eləyin. Və dedim, bu postları elə yerdə qurun ki, Surət Hüseynov evindən çıxıb hərbi hissəyə gedə bilməsin. Yəni o bir növ izolyasiya olunsun. Görsə ki, postlar qurulub, yəqin ki, çəkinəcək oradan keçməyə. Sonraki mən bilmirəm artıq orada nə baş verib. Sonradan öyrəndim, mənə deyilənə görə orada mülki əhalini yığılıblar, qadınları, uşaqları. Yəni bütün bu siz bu çevriliş olan ölkələrdə görürsünüz də. Bunlardan canlı bir şit düzəldiblər. Onları qabağa verərək, onlarla bir yerdə gəliblər, mülki şəxslərlə bir yerdə ki, mülki şəxslərə görə bunlar atəş açmayacaq. Buna baxmayaraq orada atışma düşübdür. Bunu indiyə kimi heç kim demirik. Xüsusi təyinatlı dəstənin bir əməkdaşı orada ölübdür. Bəzi yaramazlar deyirlər ki, güya Sülədin Əkbəri əməliyyatdan gizlin kesiliblər. Sülədin Əkbərdə ondan bu gizlin saxladıqlarına görə güya qisas almaq üçün gedib ora Surət Hüseynovu tutub, sonra da bilərəkdən buraxıb. O tapşırığı verməsəydim, orada ümumiyyətlə post olmayacaqdı ki. Post olmayacaqdı, orada sərbəst əlin qolunu sallayıb çıxıb gedəcəkdi də. Ondan sonra onlar o postu keçirlər, gəlib danışıq olur orada, nə danışırlar mən bilmirəm. Məlumatım yoxdur, çünki araşdırma aparmamışam. Və ondan sonra o keçəndən sonra artıq onlar təşəbbüsə ələ aldılar və artıq silahlı hücumlar başladı postlara və o postlarda olanların hamısı gəldi, yığıldı Gəncə şöbəsinə MTN-in. MTN-in Gəncə şöbəsi də elə bu arxalarına saldılar, gətirdilər. Bütün hamısını silahlı qüvvələri ora. MTN-in Gəncə şöbəsini bilmirəm, getmişsiniz ya getməmişsiniz. O vaxtı bütün şüşədir, qabaq hissəsi. Yəni silahlı artıq bunlar üstünlük bunların tərəfində heç olmasa danışıqla nəyəsə nail ola bilər. Danışıq nəticəsində mən ona nail ola bildim ki, həm prezident qvardiyasının orada olan, həm də xüsusi təyinatlı dəstə öz silahları ilə oradan o mühasirədən çıxırlar. Biz deyilik, biz qalırıq. Amma onlar buraxın çıxır. Bunlar xüsusi hazırlanmış adamlardır. Xüsusi təyinatlı dəstə də prezident qvardiyası. Bunlar artıq silahlı oradan çıxardıram da mən bunları. Bunlar artıq şəraitə uyğun, artıq orada bir şey düşünməlidirlər. Ondan sonra nə düşünüblər, nə iniblər, mən bilmirəm. Ondan sonra da olanları bilirsiniz. Onlar cəhd eləyiblər, o 709-a onları salmaq istəyəndə onlar düşünüblər ki, oradan sürüb birbaşa Bakıya çıxsınlar, orada da bilirsiniz. Əvvəldən tələ qurulmuş imiş, onları çarpaz ateşə tutub, orada bilirsiniz də, onlarla prezident qvardiyasının əməkdaşını və xüsusi təyinatlı bizim dəstənin. Bizim dəstədən də 4 nəfər ölüb. Biri Surət Hüseynovun evin yanında, 3-ü isə o avtobusun içində. Onların adını heç kim çəkmir bu günə qədər. 4 nəfər də xüsusi təyinatlı dəstədən ölüb. Belə olub hadisə.